Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. İndi biz bir məsələyə toxunacağım mən özüm. Həmin bu məsələyə toxunmamışdan öncə mən dostum, qardaşım Azər Həsrətin bir çıxışı var. Onu mən sizə təqdim edirəm, ondan sonra davam edəcəm fikrimi, buyurun. 2019-cu ildən bu yana bir dəfə də olsun prezidentin iştirak etdiyi tədbirlərə məni dəvət etməyiblər. Halbuki həmişə edirdilər. Nə dəyişdi ki, niyə dəvət etmirsiniz? Ona görə ki, biz milli adamlarıq. Ona görə ki, biz prezidentin həqiqətən də arxasındayıq. Ona görə ki, biz prezidentin o yürütdüyü ideoloji siyasəti canımızla, qanımızla müdafiə edirik. Qoymurlar, uzaq tuturlar. Niyə? Həmin o şəbəkə. Ramiz Mehdiyev şəbəkəsi. Nə olsun ki, Ramiz Mehdiyev vəzifədən çıxıb? Şəbəkə yerindədir. Yeni kadrlar gətiriblər də güya. Onlar da rusça danışır. Tamamilə doğrudur. Gördüyünüz vəziyyəti, danışılanların hamısını eşitdiniz. Məsələ ondadır ki, bu söyənlər var, söydürənlər var hakimiyyəti, ondan sonra müəyyən vəzifəli şəxslərin hamısını. Onlarla belə davranılmır, bizi ilə davranılır. Niyə? Bizim günahımız nədir? Və bu dostum, qardaşım Azər Həsrət çox gözəl bir məsələ qoyub ortaya. Bizi prezidentdən niyə uzaq tuturlar? Baxın, tədbirlərə qəti dəvət olunmuruq. Qəti dəvət olunmuruq dövlət tədbirlərinin heç birinə. Hətta hər hansı bir məsələ ilə, hər hansısa bir nazirliyə, hər hansısa bir yerəsə biz gedib müraciət edəndə bizi qapıdan içəri buraxmırlar. İndi deyərsiniz ki, bizi tanımırlar. Xeyr, məştubat demişsən, ərz eləyirəm ki, hamı bizi tanıyır. Azərbaycan əhalisinin yarısından çoxu bizi tanıyır. Tanıdığı halda necə olur ki, yüksək Çinli dövlət məmurları bizi tanımır ki, tanıdıqları üçün bizi buraxmırlar, bizi dinləmirlər. Hətta mən adını çəkmək istəmirəm. Şirkətlər var ki, bizi ora telegrama da vurmuşuq. Telegramaya cavab olaraq bizim telefonumuza zəng vururlar. Mən sizdən soruşurlar ki, nə məqsədlə görüşmək sizi filan kəsə. Abala, sən nəyə lazım? Məqsədi də deyəndə deyir sizi filan şöbədə 25-ci dərəcəli vəzifədə oturan bir adam var, o qəbul eləyəcək. Yəni, mənasız, qəbul olunmur. Niyə? Biz dövlətə, Azər bəy demişəm, dövlətə, millətə, vətənə xidmət etdiyimiz halda biz niyə hökumətdən, dövlət tədbirlərindən uzaq tutuluruq? Kimlərdir bunu eləyənlər? 30 ildən yuxarıdır ki, təmənnasız bir qəpik dövlət tərəfindən mənə dəstək olunmuyor, maliyyə dəstəyi. Bu boyda məhdudiyyətlərlə, məhdudiyyətliliklərlə biz dövlətə, millətə, vətənə, prezidentə, onun ailəsinə xidmət edirik. 10 qəpik xeyir güdmədən. Amma kimlər mükafatlandırılır? İstər dövlət mükafatı olsun, istər maliyyə baxımından, istər digər sosial problemlərlə bağlı mükafatları elə adamlar alır ki, o adamlar hər an dövləti, milləti, prezidenti satmağa hazırdılar. Mən görürəm də baxıram, elə adamlara verilir. Bizim kimi dövlətini, millətini, vətəni sevən insanlar qalıb kənarda. İndi sual olunur, bayaq mən dedim, elə Azər Həsrət də dedi. Sual olunur, niyə? Niyə biz dövlət tədbirlərinə dəvət olunmuruq? İstər media kimi, istər insan hüquqları müdafiə təşkilatı, onlara hüquq müdafiəçi kimi. Yəni, qoy mən burada tamamilə açıq şəkildə deyirəm, bu təşkilatımın adını deyirəm, Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyinin sədriyəm, Qopuz media qrupuna da rəhbərlik edirəm. Yəni, bizi heç yerə dəvət olunmuruq. Kimlərdir bunlar? Kimlərdir? Yenə də gəlirəm Azər bəyin fikrinə.
kim olacaq ki? Ramiz Mehdiyevin adamları, milli insanları bu günləri Azərbaycan və digər türk dövlətləri, birisi ki, türk dövlətləri təşkilatı yarandı. Bütün bu türk dövlətlərinin də bütün amalı, meyili bu günləri Böyük Türk Birliğinin yaranmasına yönəldilər. Amma biz 30 ildir bu sahədə vuruşuruq. Yaxşı, bu 30 ili dedik, getdi, fikir vermədiniz. Bu indi nə olub? İndi niyə bizə qiymət qoyulmur? Niyə biz dövlət tədbirlərində kimlər kəsilir? Ramiz Mehdiyevin adamları, başqa kim ola bilər? Bizimlə kimin nə işi var? Biz vətən xainidirik, biz satılmışlardan deyilik, biz dövlətimizin, vətənimizin apardığı, hökumətimizin apardığı siyasəti beynəlxalq tribunalardan da Azərbaycan daxilində müdafiə edib səsləndirək adamları, dövlətçiliyə xidmət edən qurumları, prezidentimizi sevirik, vətənimizi sevirik, dövlətimizi sevirik və bu dəfələrlə də bunu bir sübuta yetirmişik. Əməllərimizlə. Mən şəxsən Qarabağ müharibəsi veteranıyam, mən ikinci qrup əliləm, neçə illərdir. Kişi bizim əlilliyimizi kəsirlər. Belə şey olar. Bu kimə müraciət eləyək? Necə deyək? Kimə nə pislik eləmişik? Bizlərdən kimdir nə istəyən? Mən buradan dövlət rəhbərlərinə müraciət eləyirəm. Xahiş eləyirəm, buna maraqlanasınız. Görəsiniz ki, bu prezidenti, dövləti, vətəni sevən insanlar nəyə görə meydançanın kənarında qalıblar? Niyə görə gözləmə skamyasında oturub gözlədilir bu adamlar? Ortada oynayan oyuncular isə tamamilə başqa məsələ qulluq edən insanlardır. Buna maraqlanmaq lazımdır. Yəni ki, belə çıxır ki, bizim fəaliyyətimiz qiymətləndirilmir. Amma o xaricdə oturub söyüşləyənlərin hörməti bizdən belə çıxır ki, çoxdur da. Olan adları hallanır yenə də filan. Və üstəlik bizi burada hələ gönüllərinə damğada vururlar Azərbaycanın daxilində. Bəziləri. İlham Əliyevin trolu belə bir damğa vururlar. Satqın, güya biz millətimizi satmışıq. Halbuki satılmışlar özləridir. Dövlətin də, millətin də, vətənimizin də, milli maraqlarını Azərbaycana düşman olan qüvvələrə, dövlətlərə satanlar bunlardır, biz deyilik. Niyə görə bizi bu adı damğanı vururlar? Çünki bizə dövlət tərəfindən heç bir dəstək olunmur. Gəlib soruşsunlar, Azad İskəndərli 30 ildir ictimai siyasi sektorda dövlətçiliyə xidmət edir. Başıma onunla belə 1000 cür məşəqqətlər gətirilib. Və bu günə qədər də bir qəpiksiz mən təmənnasız xidmət edirəm. Maraqlanan olub mu bizi ilə? Niyə olmur? Həmin bu suala cavaba mən daha böyük yüksəkçinin məmurlardan gözləyirəm bunun cavabını. Qoy bu milli adamları yığın ortaya. Qoy bu millətə, dövlətə xidmət edən insanları gətirin ortaya çıxardın. Vəzifə verisi onlara verin, onların evlatlarına verin. Siz elə adamları gətirib qoymuşsunuz ki, vəzifəyə Azərbaycan türkçəsində özünü ifadə eləmək qüdrətində deyil bu adam. Çıxarmışsınız işdən o bəziləri Ramiz güya Mehdiyevindən için tulasını çıxardıb yerinə kimi qoymuşsunuz ki, Azərbaycan türkçəsində güclə danışır. 25 yaşı var bu uşaq. Gedirsən, deyək ki, Əhali və Sosial Müdafiəsi Nazirliyinə. Gəlib düşün, sənin qarşısına 25-26 yaşı var. Azərbaycanca danışa bilmir. Adam iğrənir. Baxırsan uşağın sifətinə, az qalırsan götürüb atasan dənizə bunu. Yəni bu çortdur da, bu bağışlayın sizdən ifadəmə görə səbləşdir. Kimə lazımdır bunlar? Bu milli adamları gətirin, milliləşsin bu ölkə. Ondan sonra görün bura kimin barmaq uzada bilər, kim yaxın gələ bilər ki bura?
Mən çox danışmaq istəmirəm. Mən bu şeyi həsr elədim bugünkü çıxışımı buna. Çox da danışmaq istəmirəm. Amma en azından mən o yüksək çinli şəxslərimizə nəzərinə yetirdim. Bu məsələyə ayrıca fikir versinlər. Baxıb araşdırıb görsünlər ölkədə kimdir? Hansı ictimai siyasi adamlardır dövlət maraqlarını qoruyan, milli mənafeləri qoruyan? Kimdir onlar? Onları çəkin qabağa, onları yaxın gətirin. Çəkin bu adamlarla qoy dəstək versinlər. Bizi niyə çəkmirlər qabağa? Ona görə çəkmirlər ki, mən sizə deyim də, dövləti qoruyuruq, milli mənafelərimizi qoruyuruq, prezidentə qoruyuruq, prezidentə dəstək veririk. Hər kəsi özümüz qarşı prezidentin ətrafında sıx birləşməyə çağırırıq hamını. Ona görə mən sizə 100% əminliklə deyirəm ki, bu günləri bizi həmin bu prezidentdən uzaq tutmaya çalışan adamlar prezidentə xain adamlardır. Bizə problem yaradanlar bizim kimi insanlara dövlət başçısına xəyanətkar olan adamlardır. Ona görə ki, mənə problem yaradırsa bu günləri hansısa məmur, bu o deməkdir ki, dövlət başçısına xəyanət edir bu. Çünki biz bütün varlığımızla dövlətimizin başçısını yanında durmuşuq, durmağa da davam edəcək bundan sonra da. Çox sağ olun, gecəniz xeyrə qalsın, Tanrı Azərbaycanı qorusun, Tanrı Türkü qorusun.